Yaxşı, biraz ciddi olaq. Abed tutardı. Çok sevindirici bir hadise. Bir şey yadında kalsın ki bu bizim Azerbaycanımız için çok önemli bir iştir. Bu tek Bəli. idman değil. Odur Bəli, ki tabii. çalışmalıyıq ki her şey yüksek seviyede geçmelidir. Bəli, yüksek seviyede olmalıdır Bəli. ve bütün volontyorlar hazırdır. Tak. İşlerini hamısı bilir. Əla. İngilis dilinde güzel danışırlar. Əla. Restoranlar hamısı qulluğa hazırdır. Taksistler de ki Eurovision vaxtından üzləri qırxılıdır. Qalstuklardaki boyunlarında. Laf yaxşı. Karşılanma prosesi necə olacaq? Qarşılama prosesi deməli necə olacaq? Qarşılama prosesi Macaristana Hungary yazırıq. İngilislərə Great Britain yazırıq Tak. qarşılayanda. Ruslara Russia yazırıq. Bu ermənilərə nə yazaq? Bəlkə Ya. yazaq da. Ya lazım değil, lazım değil. Ruslar demedin ki Ruslara Raşa yazırsan. Ha. Ermənlərə heç nə yazmaq lazım deyil. Heç nə Ermənilər yazmaq. özləri harda Raşa sözünü gördü, gedib girəcəklər oraya. Oldu. Sonra Gürcülərə aparırsan Tbilisi prospekti göstərirsən. göstərəm. Ukraynlara aparıb Ukraynski kuruğu göstərirsən. Aha. Ruslara aparıb Moskovski prospekti göstərirsən. Moskovski Pushkinin heykəlini göstərirsən. İtalyanlara aparıq Neapol kurğunu göstəririk. Bəli. Sonra- bir şey yadında qalsın ki Azərbaycan tək İslam mədəniyyət mərkəzi deyil. Azərbaycan bütün dinlərin mədəniyyət mərkəzidir. Tak ki, o gələn qonaqları Yəhudilər aparırsan sinagoga, qoy baxsınlar. Sonra Ruslarla Serbiləri aparırsan pravoslav kilsiyə. Oldu. Qoy istəsələr dua eləsinlər. İtalyanlarla Nemesləri aparırsan Katolik kilsiyə. Katolik Qoy kilsiyə, dua eləsinlər. Bu ermənilər əgər getmək istəsələr dua eləməyə. Apar onlara erməni kilsəsini göstər, qoy görsünlər ki biz onu sökməmişik. Qoy görsünlər ki kim eşşəkdir, kim insan. Bəli. Sonra Tamamilə düz buyurursunuz. Bu İngilisləri bəs hara aparaq? Nəyi göstərək onlara? İngilislərə heç yer aparmaq lazım deyil. İngilislər elə badımcan taksilərini görən kimi sevinəcəklər. Elə biləcəklər ki öz vətənlərindədirlər. Düz buyurursunuz. Sonra bu buyurun. İtalyanlara apar, qoy görsünlər ki bu ayaqqabıları bizim mağazalarda necə ucuz almaq olar. Bəli. Hansını ki sədərəklə binət auskasında tikirlər. Özü cütü 20 manat. Sonra deməli Sonra bu Türkləri aparıq Türk restoranına görsünlər ki onların o ucuz başa gələn yeməklərini cəmaata necə satmaq olar. bəli. O yüzden şahid bəli, olsunlar. düzdür. Uşaqlara tapşır ki yupka Şotlandların milli geyimidir. Təbii. Şotlandları görən kimi telefonu çıxardıb deməsinlər ki, bunları optum sünnət eləyiblər. Xahiş edirəm bu məsələni Tapşırarım. qeyd eləyəsən. Rusların səfirliyini onlara göstərən kimi çalış svetofordan sağa dönəsən Təzə Bazar tərəfə. Çünki Ruslar türklərin səfirliyin ərazisini görsələr bizim baş beynimiz gedəcək. Düz Sonra buyurursunuz. yerləşdirmək məsələsi. Yerləşdirmə, otel məsələsi. Deməli, otellərdən bütün bizim kanalları ləğv eləmişik. O yüzden biraz üzü qarayıq. Lap yaxşı. Nəyə baxacaqlar? Neynək? Rusları yerləşdirərsən Ferment oteldə 8-ci mərtəbədə. 8-ci mərtəbə. Erməniləri həmən oteldə 7-ci mərtəbədə. 7-ci mərtəbədə? Bəli. Niyə? Çünki ermənilər öyrəniblər, həmişə rusların altında qalmalıdırlar. Özlə taq, erməniləri elə bir yerdə yerləşdirirsən ki, onların otağından dəniz görsənsin. Ki dənizi onlara göstərib deyəsən ki, bax, doyunca bax, bir də görməyəcəksən. Allah səni öldürsün. Öldürəcək. Sonra Ukraynları yerləşdirərsən Tbilisi prospektdə Avropa otelinə yerləşdir. Avropa. Bəli. Ukraynaları Avropaya yerləşdirir. Düzdür. Rusların açığına gələcək. Yo, belə iş eləmərəm mən. Onda o- Gəl onlar Luçi Deys otelə, Divan otelə, ya Anatoliya, ya teatroya yerləşdirək. Yox. Luçi onları yerləşdir Kempinski otelə, Gürcülərlə bir yerdə. Kempinski, hə. Oradan maşın bazarı görsənir, Gürcülər də elə bilərlər ki, evdədirlər. Necə məsləhətdir? Sonra mahnı demişdim sənə. Mahnı hazırdır. Banketdə Sarı oxumaq. Gəlin mahnısı orijinal versiyada, klassik versiyada, jazz, Tak. blues, soul, beatbox, Birin ver də Rap. baxaq görək hansı hazır. İngilis dilində hazırdır. Buyurun.
Azərbaycani songsar gəlin. Welcome first European Games in Azerbaijan in Baku. Our cities Şuşalaçın, Cəbrayıl Ağdam, Füzuli, Xocalı, Xocavənd, Xankəndi. Kəlbəcər, Zəngilan, Qubadlı, Ağdərə, Zəngəzur, Göyçə, Old Qarabağ, we'll hear this song again, sar gəlin. Əla. Əla. Tak, sonra sənə demişdim, banketdə İspanlarla Belarusların qabağına qəşəng Gədəbəy kartofu qoyursan Gədəbəy kartofu. ki, qoy deməsinlər ki, güya onların kartofu daha yaxşıdır. Çox Mən genel gözüm bəsdir. üstə. Onda Yunanların da qabağına çoban salatımızı qoyarıq. Üstünə biraz pendir, biraz zeytun doğrayarıq. Onlar Yunan salatı. Vəssalam. Türk qardaşlarımıza bizim mətbəxi dadızdırandan sonra axırda gətirirsən, qutab verirsən. Qutab. Amma qutabı gətirib stolun üstünə qoyandan sonra belə ortadan açırsan və deyirsən ki, bu lahmacun deyil. Bu qutabdır. Qutab. Qutab, qutab. Prosta miniyə. Bəs bu... Nə? Bunlara nə veririk? Hə, ermənilərə. Bunlara bütün bizim yeməklərin yüksək səviyyədə hazırlanmışını verirsən. Nə bilim, kabablar, doğa, nə bilim, orada piti, o dolmaların bütün növü. Başa düşdün? Başa düşdüm, azlar yesinlər Qoy onlar. onun, necə deyək, originalını görsünlər. Sonra bütün aş növlərindən verirsən bu ermənilərə. Qoy bilsinlər ki, bizdəki aşın sayı qədər heç Ermənistanın əhalisinin sayı yoxdur. Bəli, bəli. Qeyd elə. Rəqslər barəsində hər şey hazırdır. Onda baxaq da. Xahiş edirəm. Buyurun. Biz həm qarşılanmada rəqslər də fikirləşmişik. İlk növbədə İspaniyanın qarşılanması. Buyur. Üzdə təbəssüm. Hey, hey. Молодцы. Əla, əla. Sonra Bu İspanya'da qarşılamadı. Növbədə kimi qarşılayırıq? Əlbəttə ki, Türkiyənin qarşılanması. Allah Allah! Hey, hey, hey. Hey, hey. Əla. bravo. Sonra Növbədə kim gəlir? mən bilmirəm. İsraili qarşılayırıq. Ha!
Sil. Bravo. Düzdür, geyimlər hələ tikilir. Aha. İstədik ki, yüksək Bak, səviyyədə geciktirmə olsun. olmasın. Yox, heç bir gecikdirmə olmasın. Xahiş edirəm. Tolma xanım bütün geyimləri çox gözəl hazırlayır. Lap ya. Siz də rahat olmayın. Parçalar da alınıb. İndi isə qarşılama kim olacaq? Bilmirəm. Əlbəttə ki, böyük dövlət olan Rusiya. Onlar da qarşılamağa bizimkilər hazırdılar. Məsləhətdirsə, qızlar, девочки, пожалуйста. Allah güzel. Növbədə Beğenirsin. bizə yaxın olan kim gəlir? Atlasana! Gürcistan! Gürcistan qarşılayır. Молодцы, ребята! Əla! Süper! İndi qaldı. Yox, Oğuzlar da qarşılayaq da. Kimi? Qoy görsünlər hörmətimizi. Kimi? Kim doğrusu? Erməniləri. Son nahire. Erməniləri. Buyurun. A verdade drugoznane, makera i šuganane, joli baba i vrećinava, hop, 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 je baš duge, je baš manjke, hop, 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 daj, da, 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 hop, 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 je baš duge, je baš manjke, hop, 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 a verdade drugoznane, makera i šuganane, joli baba i vrećinava, hop, 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 je baš duge, je baš manjke, hop, 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 daj, da, 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 hop, 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 je baš duge, je baš manjke, hop, 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 a verdade drugoznane. Biriniz, bu... Saxla, bir dəqiqə keçin, xahiş edirəm. Bunlar ki Ermeni değiller akı. Bu Ben bilirəm, vallahi bu milletin ne tarixi var, ne rəqsi var, ne yemeği var, ne keçmişi var. Ancak böyle bunu münasip gördük de Xahiş vallahi. edirəm, onlara göre bu milleti de takdir eləmək olmaz akı. Bu Yani neyse fikirləşərik, fikirləşərik. müğenniler barəsində demiştim sana. Bəli, müğənnilər də hazırdılar. Deməli, banketdə oxuyur Aygün Kazımova, Faiq Ağayev, Eyyub Yaqubov. İdmançılar gəzən avtobusda oxuyur. Deməli, kim oxuyur? İzzət oxuyur, Rüfət oxuyur, Rüfət Axundov. Bir də ki, Elariz də xahiş edir. Kasıb tikilmişəm. Dedim, gəl, sən də gələrsən. Adı yazmışam ora. O, Qeyd elə. sonra... İdmançılar yaşayan otelin liftlərində oxuyacaq Zamik. Zamik oxuyur. Da. Bir də xatirə. Xatirə. Duet oxuyacağım ona Hə. bax. Bir də ki, bu... Elza xanımdan xahiş elə gəlib ermənilər üçün oxusun. Ermənilər üçün. Çünki o öyrənib heyvanlara konsert verməyə. Ha, yaxşı. Elza xanım heyvanlara. Yaxşı, bu... O Pişik Güneldi, Nadir Qafirzadədir, İbrahim Borçallı. Bunları nə ediyor? Bunlar da istəyirlər oxumaq. Onlara bir, yox, 2 aylıq putyovka al, harasa göndər getsinlər. Hə, deyək ki, ağa boyunları hələ başlamayıb, hə? Heç olmayacaq elə bir şey. Güya. Yaxşı. Güya elə bir tədbir gözlənilmir. Yaxşı, yaxşı. Yoxsa O xahiş dedim. eləyəcəklər ki, biz də oxuyaq. Yaxşı. Sonra yaxşı. ermənilərin qarşılanma prosesi qeyri-adi olmalıdır. Aeroportda onları qarşılayandan sonra
Çalışmayın ki aeroportdan sırazı onları çıxardasınız. Əvvəla aeroportun öz gözəlliyini göstərin onlara. Sonra oradan çıxdınız, Buta Palas, oradan gəlirsən Sokarın binası, oradan gəlirsən Heydər Əliyev mərkəzi. Ha, oradan Mario, Bəli. Hilton Hotel, oradan bulvarımızın gözəlliyi, oradan Bayraq meydanı, sonra da yeri gəlmişkən bölgələrimizdə göstərərik, vaxtı olsa o görsünlər, Bəli. bölgələrdə də inkişaf gedir. Bəli, Özdə bəli. bunları hamısı göstərə video ilə çəkmək lazımdır. Bəli. Valla. Niyə? Bilirsiniz niyə? Sonra birdən paxıllıqdan ürəkləri partladı. Avropa Şurası yapışmasın bizim xırtəyimizdən ki, siz bunlara işgəncə verə-verə öldürmüsünüz. Umniçka. Qoy hepsi görsünlər ki, bunların paxıllıqdan ürəkləri partlayır. Umniçka. Sonra Ölüblər. erməniləri gəzdirən avtobusdakı bizim iki cavan oğlandan xahiş elə ki, Atatürk'ün heykəlinin qabağından keçəndə güya təsadüfən alındı. Oğlanın biri o birisine heykəli göstərib desin ki, ana bu Andranik'in qulağını kəsən Atatürk'ün heykəli deyil. Ha, düzdür. Təsadüfən. 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 Oradan aparırıq Qız Qalasına, sonra Şirvanşahlar Sarayına Çək. göstəririk və onları gəzdirən insana tapşırırıq ki, işçimizə. Qoy bizim tariximiz haqqında ətraflı olaraq danışsın. Ya. Ətraflı lazım deyil. Niyə? Manna, Midiya falan beş məkan yox. Bax Şirvanşahlar tarixini danışsın, Qarabağ xanlığı. Şirvanşahlar ermənilər üçün artıq eradan əvvəl demək. Tamamilə düz buyurursunuz, düzdür. Sonra? Oradan da aparam Ferman Otelə. Tak. Orada yerləşdirirəm onları otaqlarda. Tak. Və orada da televizorda bir kanal göstərir, o da video yazı ilə. O da nə O da göstərirsən? nə göstərik? Deməli, video yazıda nə olacaq? 9:00 Eurovision Bakı 2012-ci ilin video yazısı. 2014-cü il Cənub Qaz Dəhlizinin təməl qoyma mərasimi. Tak. Video yazısı. 15:00 Shakiranın, Rihanna'nın, J-Lo'nun Crystal Hall'daki konsertinin video yazısı gedir. Tak. 18:00 Elton John'un Tofiq Bəhramov adına stadyondaki konserti, yəni onun video yazısı. Sonra 20:00-da qadın futbolunun Bakıda keçirilən Dünya Çempionatı 2012-ci ilin video yazısı. Tak. 23:00-da da gecəniz xeyrə qalsın və nə göstərdik? Nə? O vertolyot məsələsi vardı ya. Ha, Vur komandir, vur! Bəlkə otaqdan heç çıxmadılar, ürəklər orada da partladı. Axşam banketdə də ermənilər iştahlı olmaq üçün onların yanında otuzdurursan kimi? Rahmi Səfərov. Yo, Umniçka, getdik. It might seem crazy what I'm about to say. Alo, ha? Patronla. Əsər bunların başqarıb olub get-gedə. Davay. Nə lan? Görmürsən, bu ermənilərin gənə başı qarab olub da. Gənə özlərini gizliyə qoyublar gənə. Nə lan? Deyirlər ki, güya böyük Ermənistan dənizdən dənizə... Fasad gel. Deməli deyir ki, keçən il erməni tarixçiləri 2049-cu ildə belə qərara gəliblər ki, böyük Ermənistanın ərazisi dənizdən dənizə yox, göldən gölədir. Dardan. Yəni Göyçə gölündən Urmiya gölünə kimi. Yox, deyir ki, güya ki, Afrikadakı Viktoriya gölündən düz Asiyadakı Baykal gölünə tərir. At ondan. Kislaran aparatını gətireyim. Diqqət, hörmətli analar, bacılar, nənələr, bibilər, əm dostlular, day dostlular, əm arvadları, nə bilim, bir-birinin saçını yoranlar, hadruşkalar, qeybət eləyənlər, fevral ayının 17-si Heydər Əliyev sarayında bu şəhərdədir. Elitlər adlı, Eltilər adlı solo konsertinə hamınızı dəvət edirik. Biletler artık satıştadır. Gelin biz de orada olalım. 100%. Diqqət, əziz Sumqayıtlılar və Sumqayıt şəhərinin qonaqları. Fevral ayının 14'ü Sumqayıt'ta yerleşen Kimyaçı Medeniyet Sarayı'nda sizi bu şehirlerin yeni Eltiler adlı solo konsertinde gözleyin. Tələsin, biletlər artıq satışda. Bilirsən, qardaşım sən. Gəl,
bugünü saxlayaq da sonraya. Hə. Nəsə alınmır da mənə. Kopdan sonra görüşərik. Hə. Necə bilmirsən, bütün işlər hamısı kopdan sonraya qalıb. Sən öləsən. O gün Xalaoğlu'ya zəng edirəm ki, bəs 3 ildir evlisən, bir uşaq yiyəsi ol, nə olub, niyə uzadırsınız? Deyir ki, saxlamışıq kopdan sonraya. Tak ki, bütün işlər kopdan sonraya. Bütün yeyib içməklər də. Oldu mənim qardaşım. Yaxşı, axşam zəynəkərik, baxım da imkan eləsəm bir oturarıq. Amma yorğun olacam çətin. Yox, tədbirlə bu təşkilatlı işləri mənə tapşırıblar. İclasdayım indi, könüllülərlə, volontyorlarla görüşməliyim. Oldu Murat, oldu. Yaxşı, zəng eləyəcəm, oldu. Sağ ol. Zəli köpayoğlu, çək biri. Hörmətli tədbir iştirakçıları, xoş gördük sizləri. Salam. Bildiyiniz kimi bizim Azərbaycanımızda çox mühüm bir tədbir olacaq və 10 minlərlə insanlar xaricdən bizə qonaq gələcəklər və siz gönüllülərə, siz volontyorlara böyük bir ehtiyacımız var və ümidimiz sizədir. Çalışacağıq ki, bu tədbir də növbəti tədbirlər kimi uğurlu, başımızı uca eləyən bir tədbir olsun. Çünki bura Azərbaycandır. Azərbaycan öz qonaqpərvərliyini göstərməlidir, öz dəyanətini göstərməlidir, öz səmimiyyətini göstərməlidir. Çünki biz mərd bir xalqıq. Hardasan? Bəyatdan mən iclası var. Üzr istəyirəm də, neyim? 2 dənə velosiped yoludur, bir dənə avtobus yoludur, ortada bir dənə yol var. Gecikdim, neyim? Yaxşı, ağartma. İndi tədbirdir də. Rəfa müəllim. Rəfa yox, rəfadar. Rəfadar müəllim, üzr istəyirəm. Gecikdiyimə görə bütün məclis iştirakçısını salamlayıram. Bu işdə hamıya uğurlar arzulayıram. Təşəkkür edirəm, Rəfa müəllim. Bilirsiniz, əziz tədbir iştirakçıları, qonaqlarımız çoxdur. Mən sizdən qonaqlar barəsində bir şey xahiş eləmişdim. Bu Hindistanlılar barəsində. Nə Hindistanlı? Başa düşmədim. Demişdim, otellərdə yer yoxdur. İmkan varsa bu Hindistanlıları elə mənim evimə yerləşdirək. Otel pulunu da mənə qalsın da. Sən başı xarabdır. Niyə? Sizin evdə yer var. 2 otaqlı mənzildir, üst-üstə özünüz güclə yatırsınız. Allah mənim Sən narahat olma. Narahat olma. Onlar Hindistanda elə yaşayırlar. 70-80 nəfər bir dənə otaqda yaşayırlar. Arvad-uşağı yollamışam, anası girə. Özüm balkonda yatacağım. Bunları da hamısı axşam gələndə bir-birinin üstündə düzəcəm, məsələn tutarıq. Səhər onlara bir yemək verəcəm, bəh. Gecədən qalan aşı, bozbaşı, xaşı, kaşanı, nə bilim nə, hamısını qatacağım bir-birinə. İçinə bir paska istiyor. Lılıq-bılıq qaynadacağım. Səhər tökəcəm qabaqlarına. Elə bir izələ keç, Hindistandan çıxmayıblar. Dönəyim üstündə. Gətirindən də vurarsan onlara. Mütləq. Onlara belə spesifik iyilər. Mütləq. Nəysə, deyirəm sən pula görə hər şey eləyərsən də. Yox da hər şey yox. Sen öl çaktırmaq olmur bu qazın, bu suyun pulunu. Bağlayıb el qolumu, tələbat. Çoxdur xərci hər kəsin, yeməyə, içməyə, geyməyə. Reis sənə gəlməsin, zarafat. Borclar yada düşəndə ürək olur narahat. Heç cür artırmaq olmur, var hər şeyə tələbat. Borclar yada düşəndə ürək olur narahat. Heç cür artırmaq olmur, var hər şeyə tələbat. Tələbat. Çaktırmaq olmur da, neyini be? Yaş. Hindistanlılar olmasa da Bangladeş'i çalışaram sizinle. Əla. Belə. Kitaydan delegasiya o gəlir. Gələcəklər. Neçə nəfər? Bu dəfə nəsə az gələcək. Nə qədər? 1500 nəfər. Buna bax. Və nə olub? Nə atam gilin həyətinə dürtüşdürərəm onları hamısını. Yaxşı. Daha sənə deyəsəm mən imkan yarattım. Niyə? Atam gilin bir sotluq 2 mənzilli evinə, o badımcanlığa mən 1500 nəfər yerləşdim. Ay soğuk. Onlar məndən 5 metr hamısı balaca.
Bu bir. İkincisi də ki 15-20 kvadratda 70-80 nəfər yaşayırlar onlar. Həyətdə ki özün deyirsən badımcanzad var. Dana dişi, tısbağa, ilan, qurbağa. Ujinləri oradadılar. Naxadı özləri. Vaxtımız gedir, tədbir iştirakçıları buradadır. Bir daha xoş gördük sizi. Əzizlərim, ilk növbədə işimiz nədən ibarətdir? Qonaqlarımızı qarşılamaq. Hava limanında. Yəni deyirəm də, yadınıza salıram, bu birinci dəfə deyil. Biz qonaqpərvər bir xalqıq, bir millətik. Yəni çörəyimizi bölən bir millətik. Ona görə hava limanında qonaqlarımıza xoş gəlmisiniz deməliyik. Mən istəyərəm ki, bu biraz kreativ olsun, biraz qeyri-adi olsun. Ona görə gəlin bölünək hissələrə, yəni ki, komanda şəklində. Komanda. Görək hansı komandanın səsi daha bərk çıxır və bunu biz bugün bir məşq eləyək, sonra hava limanında qonaqları qarşılayarıq. Deməli, A sektoru deyir, xoş. B sektoru deyir, gəl. C sektoru deyir, mi. D sektoru deyir si, Y sektoru deyir nis. Xoş, gəl, mi, si, nis. Bir aylaq, 3, 2, 1. Xoş, gəl, mi, si, nis. Biraz da ürəkdən. Görüm sizi. Xoş, gəl, mi, si. Yo, belə düz elə hava limanından çıxıb gedəcəklər. Biraz da ürəklə. Siz de hoş geldiniz. İndi bunun hamısını İngiliz dili bilen var. Yes. İngiliz dilində welcome to Baku. 3-4. Welcome. Elə bunlar gəlməsələr yaxşı. O kiloda deyir, sizi görməsələr yaxşı. Yaxşıdır, tamam. 1, 2, 3. Welcome to Baku. Hele senin sesin çıxır ki. Hədə. Bilmirlər də İngiliz dil bilmirlər axı. En yaxşı tu dedim. Yox nəhlət, yox nəhlət. Tu. Birdən əgər Fransanın prezidenti Macron çıxsa qarşısına deyirsiniz ki, Macron sənin Yaxşı. Uşaqların tərbiyəsini gökü olur. Qoyma nə qədər alsın deyir. Buyur. Lişli, görə bilmirəm axırda gəlir səndə. Lişlisən burada. Macron da gələcək. Deyirsiniz ki, bəyək siz nə dediniz? Xoş gəlmişsiniz. Si. Macron. Si İngiliz dilində bax deməkdir. Bax. Macron si. Macron bax. Bax Bakıya. Ürəyim partlasın. Gözəl. Belə. Sonra Görüşmələr. Deməli, türklərlə bilirsiniz də necə görüşəcəksiniz? Abi. İranlarla belə. Acam maaşını sonra Azərbaycanlarla belə. Bəstirin, yekək kişisə, bəstirin. Sonra Bangladeşlə belə. Pakistanla belə. Sonra Amerikanlar belə. Evet, belə, təxmini belə bir şey. Belə. Yaponlarla konnichiwa. Konnichiwa. Kitaylarla belə. Beləcə. Ermənilərlə belə. Ay, Zarafat edilmə, elə görüşmək olmaz. Deməli, əziz tədbir iştirakçıları, COP, Conference of the Parties deməkdir. Yəni, ekoloji tədbir deməkdir. Yəni, görürsünüz, COP o deməkdir. Daha çox elə bilir ki, COP cəhənnəm oldu Paşinyan 29. O deyil. Sən də elə bilirdin. Elə deyil ki. Mən o bizim əlifbəyə çox oxuyur. Mən yanımda kimə çörək verirəm. Nəysə, belə, davam eləyirik. Otellərlə bağlı nə demişdiniz? Otellərlə bağlı, hamısını nə demişsiniz, hamısını eləmişəm. Buyur. Deməli, otellər, Ukrayna, Almanya, Amerika, İsrail. Bunlar qalır hamısı bir oteldə. Bir oteldə, aha. Ruslarla Belaruslar qalır bir oteldə. Türklərlə Pakistanlılar evdə qalırlar. Niyə? Çünki onlar burada zaten elə bir evdədirlər. Hə, onlar bizim can ciğerlərimizdir, hə? Sonra siz dediniz. Sonra ermənilər. Deməli, erməniləri Avropa oyunlarında olduğu kimi Rusların mərtəbəsinin altında yox,
fransızların altında yerləşdirərsiniz. Ora öyrəşiblər kimisi altında olmağı. Bugün bu dəfə də ünvanı dəyişiblər. Sonra Yəhudləri deməli, yox, qoy mən deyim, sonra sən davam eləyərsən. Türklərə Xətai heykəlini göstərmirsən. Yadında qal, Xətai heykəlini göstərmirsən. Ərəbləri Babək prospektinə aparmırsan. Sonra Rusları Ukrayna dairəsinə aparmırsan. Ukraynalıları Moskva prospektinə aparmırsan. Sonra orada nə vardı bizdə? Yəhudləri Təbriz küçəsinə aparmıram. İranlıları da Qubaya qırmızı qəsəbiyə aparmıram. Başqa yolla gəlsin. Başqa yolla. Zaten yol demişken bizde bu son illərdə Azərbaycanda çoxlu tədbirlər oldu. Ne bileyim Eurovision, bir olimpiyada, ne bileyim İslam oyunları, Avropa oyunları. En yollar o kadar qaşıyıb asfalt çəkdilər, qaşıyıb yollar səpib. İndi mənim bir təklifim var. Buyur təklifim. Gəlin bu asfalt çəkənlərə deyək ki, Kopa görə gələnlər yalnız Bakıya gəlmirlər. Bakının qəsəbələrinə də, məsələn, Alatavadan tutmuş Günəşliyə qədər, Bakının kəndlərinə gedəcəklər, Azərbaycanın şəhərlərinə, rayonlarına, ucqar kəndlərinə gedəcəklər. O ki, burada asfalt çəksinlər də, zaman asfalt üzünə həsrətdir, nə olar? Təklifin çox gözəldir. Bir dənə söz soruşum. Buyur. Kopdan sonra deyirlər bu yerə çəkilən xətləri pozacaqlar, düz deyirlər o. Yoxsa qalır. Sən hansı ölkədə yaşayırsan? Azərbaycanda. Bu Avropa standartı. Avtobuslara göre yolu bensiz indi. Velosiped zolağı olubdur sürpriz indi. Bütün yollar renklenip renklenir deniz indi. Bilirsiniz neye göre? Kop gelende çiçekler açıldı, kop gelende taşlarda gül açtı, kop gelende keder bizden kaçtı. Kop gelende çiçekler açıldı, kop gelende taşlarda gül açtı, kop gelende keder bizden kaçtı. Tıxaclarda rahatı velosiped sürəsən, evəsən taksiden tez avtobusla gedərsən. Bir vaxt keçəndən sonra sən də sağ ol deyərsən, bilirsən nəyə görə? Kop gələndə çiçəklər açıldı, kop gələndə daşlarda gül açtı, kop gələndə keder bizden kaçtı. Kop gelende çiçekler açıldı, kop gelende taşlarda gül açtı, kop gelende keder bizden kaçtı. Davam eləyək. Deməli, təklif var ki, internetin qiymətini qaldıraq. Niye? Deməli, çox bir şirkətlər, müəssisələr keçəcəklər onlar rejimdə işləməyə. Gəlin internetin qiymətini qaldıraq. Onlar məcbur olacaqlar evdə qalanlardan da internetdən istifadə eləməyə. Bilirsiniz, internet belə köpolu bir şeydir ki, uşağa evdə bir gün, 3 gün yemək vermə heç də danışmayacaq. Bir gün internet vermə, uşaq adamın başının ətini yiyər. Gəlin bundan istifadə eləyək. Siz tərəfə çatmayıb ki, internetin qiymətini qaldırıblar. Qaldırıblar özü ilk günündə də işləmiş. Çox zəifdir. Sən bu təkliflərini... Bildim, xət çəkdim üstüne. Yenə var təklif? Var. Onda gəlin ümumiyyətlə hər şeyin qiymətini qaldıraq. Bax, yeməyin, içməyin, taksinin, otelin, turistik yerlərin. Sonra kop qutarandan sonra gənə qiymətləri salaraq aşağıda. Sən hardan ağlıma gəlir bu ağıllı təkliflər? Sən deyirsən bu xalqın düşmənisən, hə? Yox. Sən nə danışırsan? Azərbaycanda bir dəfə qalxan qiymət bir daha inməz. Bunu laf ürəyimdən dedik.
Hə, ürək demişkən, bu erməni, sonra Hindistan, Fransız nümayəndələrinin yanında mütləq referansın təcili tibb yardım maşını olsun ki, Niyə? onlar Bakının gözəlliyini görəndə ürəkləri bizi tuta bilər də. Bir dənə gözəl təklifim var. Bu kopa gələnləri Qutarmır. aparırıq, xırdalandan fırladıb gətiririk. Niyə? O görsünlər ki, bizdə ekologiya postu var da. Ha, yadımdan çıxmasın. Yanardağa, bir də ki, bu Suraxanadakı ateşgaha mütləq sayğac qoyun. Niyə? Ha, bu qaza milyonlar xərcləyən Avropa gəlib görsə ki, illərdir bunlarda qaz elə-belə yanır. Ha, başa düşdüm. Şoka düşərlər. Sonra təyyarə, ermənilərin təyyarəsi gələndə deyirik ki, Heydər Əliyev hava limanına enə bilmir, çünki hava şəraiti imkan vermir. Onları Maraqlıdır. aparırıq Füzuli aeroportuna, Aha. oradan avtobuslara mindiririk, aparırıq Kəlbəcər, Laçın, Şuşa, Ağdərə, nə bilim, Bərdə, Yevlax, Mingəçevir, Gəncə, hamısını gəzdiririk ki, ürəkləri partlasın. Verdiyin, danışdığın, təklif elədiyin ən gözəl, ideal təklif bax bu idi. Çox sağ ol, yazdım. Bir də otellərdə çalış, qəza çıxışı sözünü yığışdırın, çünki yahudilərin acığına gələr. Deyər ki, xeyr ola, qəza çıxışı var, yahudi çıxışı niyə yoxdur ki? Oldu? Qeyd elədim. Fransadan təklif gəlib. Xahiş eləyirlər ki, bütün restoranlarda tualet 2 yox, 3 dənə olsun. Niyə? Qadın, kişi, erməni, fransız tualeti. Nəysə. Sonra əziz volontyorlar, əziz tədbir iştirakçıları, könüllülər, bildiyiniz kimi bayaq da qeyd elədim, tədbirimiz ekoloji tədbirdir. Odur ki, çalışaq ki, qonaqlarımızın qarşısına ancaq ekoloji təmiz qida verək. Bu qidalardan hansılardır? Buyur, zəhmət olmasa dərin nəfəs al, sadala. Gəncə kətəsi, Lənkəran limonu, Naxçıvan duzu, Hövsan soğanı, zirə pomidoru, Zakatala fındığı, Qəbələ qozu, Gədəbəy kartofu, Bakı zəfəranı, Biləsuvar hinduşkası, Beyləqan quzusu, Bərdə çolpası, Xəzər asitrini, Qax keçisi, Göy çayları, Sabirabad qarpızı, Quba alması, Şamaxı şoru, Xaçmaz gilası, Ordubad əriyi, Göy gölmorğu və sonda da bunların hamısını həzmə aparmaq üçün qəşəng Kəlbəcər isti su. İsti sosu. Bəli. Çünki bu ekoloji tədbirdir. Qoy gəlib görsünlər ki, ekoloji təmiz qida necə olur? Bizdə keçir bir çox illər, yadda qalan çox tədbirlər, ey vətən. Qonaqların sayı artıb, hamı səndən razı qalır, ey vətən. Ey vətən. Kimi qərbdən, kimi şərqdən, bu ölkəyə hər tərəfdən kopa gəlirlər, kopa gəlirlər, ey vətən. 100 min insan hər bir yerdən, çox ölkədən, məmləkətdən kopa gəlirlər, kopa gəlirlər, ey vətən. Doğma Azərbaycanım, COP29'a göre senin qoynuna gelecek Amerika, Braziliya, Argentina, İspanya, Almanya, Honduras, Yemen, Irak, Costa Rica, Kanada, İran, Türkiye, Japonya, Koreya, Tayland, Singapur, Finlandiya, Vietnam, Endonezya, Hindistan, Türkmenistan, Bulgaristan, Macaristan, Afganistan, Arabistan, senin qoynuna COP29'a gəlirlər. Səni alqışlayırlar, sənə sağ ol deyirlər. Yaşa, yaşa mənim atam, anam, canım, Azərbaycanım. Kimi qərdən, kimi şərqdən, bu ölkəyə hər tərəf
Diqqət, hörmətli analar, bacılar, nənələr, bibilər, əm dostlar, day dostlar, əm arvadları, nə bilim, Bir-birini saçı yuvanlar, hadruşkalar, qeybət eləyənlər. Fevral ayının 17-si Heydər Əliyev sarayında bu şəhərdədir. Elitdilər adlı. eltilər adlı. Eltilər adlı solo konsertinə hamınızı dəvət edirik. Biletlər artıq satışdadır. Gəlin, biz də orada olacaq. Biz bayız. Diqqət, əziz Sumqayıtlılar və Sumqayıt şəhərinin qonaqları. Fevral ayının 14-ü Sumqayıtda yerləşən Kimyaçı Mədəniyyət Sarayında sizi bu şəhərlərin yeni Eltilər adlı solo konsertində gözləyin. Tələsin, biletlər artıq satışdadır.